Gördün axırda qız öz işini gördü. Gözləyirdin ki, atam qoysun o vəziyyətlə bir dənə uşaqla ömrünün axırınacan həbsxananın küncündə qalsın. Yox, ancaq gözləmirdim ki, qızı ilə gəlini arasında o qədər fərq var. Bəs Leyla hanı? Dedi uşağımın yanında olmaq istəyir. Yaxşı, onun üçün yuxarı aparaydım. Məhtəb daha çox yorğundur. Bu müddətdə bütün işlər Məhtəbin boynundaydı. Qardaşımın qanının əvəzini verəcəksən, cənab Tehran. Rahat buraxmayacağım səni. Mən elə bilirdim bu müqaviləni o gün birlikdə hazırladığımız müqavilə çərçivəsində yerləşdirə bilərik. Bağışlayın, cənab Tofiq. Bu müqavilənin sizin hacı ilə hesab kitabınıza heç bir dəxli yoxdur. Bu mənim şərtimdir. Əşi qız vurub cəmaatı öldürüb, bir el tayfəni də bədbəxt eləyib, indi də özünü vurub dəliliyə qurtaranda deyil. Yaxşı da, yaxşı. Biraz yavaş mövsün. Atacan, bəlkə pis olmaya köhnə dostların görsün. Bəlkə əhval-ruhiyyəsi dəyişdi. Dostları? Üzüyə bax oğlum. Hamid atanındır. Gör nə qədər qəşəngdir. De ata. Hamid ata. Bilirsən Hamid ata həmişə bizdən müğayət olur. Hə? Can. Canım. Salam. Salam. Bir şey axtarırsınız? Üzüyüm yoxdur. Bu? Sənin əlində nə eləyir? Səhər su giranın yanındaydı. Dəstəmaz alanda gördüm. Bir də heç vaxt mənim Hamidimin üzüyünə əl vurmasın.
O tərəfdə quru südün sifarişi və satın almaq üçün problemi çıxmadı. Hacı xanım ki bütün icazələri göndərdi. Bəli, onlar göndərdi. Biz də işini gördük. Ancaq Hacı, düzü budur ki, yolumuzun üstündə bir başqa maneə var. Nə mənə? Düzü gömrükdən çıxartmaq icazəsi vermirlər. Onlar ki gömrük pulu və vergi istəmir. Xeyriyyə aiddir. Yox Hacı, problem gömrük və vergi deyil. Niyə əsl sözünü demirsən Tofiq? Səhiyyə Nazirliyi qabağını alıb. Niyə? Deyirlər bir sıra standartları var. Bizim mallarımıza düz deyil, uyğun gəlmir. Yaxşı, bu ki yersiz söz deyil. Qanunun hökmüdür. Kaş ki qanun olaydı. Deyirdilər hamı üçündür. Hamıya bir gözlə baxırdılar. Ancaq belə deyil. Hər dəfə bir bəhanə gətirirlər, bir şey deyirlər. Bunlar indi bəhanələridir. Bilirsən nədir Hacı? Məsələ budur, biz təzə başlamışıq bu işə. Bir dəstə bizi görməyə gözü yoxdur. Rəqiblər gəliblər düzgün rəqabət aparmaq yerinə gedib bizim əleyhimizə danışırlar. Siz özünüz bilirsiniz. Bəzi ağıldan xəstə adamlar var ki, yolumuza maneə yaradırlar. İşləri ancaq budur. Eğer mesele sağlamlık ve giginadırsa, bu zarafat değil ki. Dedim ki, məsələ bu deyil. Bu rəqiblərin işidir, bizə belə təzyiq göstərmək istəyirlər ki, biz meydandan çıxaq. Düzü Hacı, mən belə fikirləşdim ki, bəlkə siz bizə bir kömək eləyə biləsiniz. Ne köme? Bu şeyler benim elimdedir beye. Niyə ki, sizi çoxları tanıyır. 4 dənə zəng ilə, 2 dənə görüşlə məsələnin baş ayağını bağlaya bilərsiniz. Birinci gün Hacı Hanım demişti her şey kanunu olmalıdır. İndi də qanunudur. Məsələ budur ki, valyotonun qiymətinin sabit olmamasıyla hər nə qədər gecikdirsək zərəri daha çoxdur. Yaxşıdır tezliklə bunları gətirək, gedək təzədən almağa. Benim için olan o hadiselerden sonra aşağı yukarısının mənə daha əhəmiyyəti yoxdur. Bütün fikrim zikrim gəlinimlə uşağıdır. Hacı, halını başa düşürəm. Haqlısınız, böyük dağdır. Ancaq həyat davam edir, hamımız üçün. Hələ israr eləmirəm mutlaq özünüz qabağa gələsiniz. Hətta əgər Həcciyə xanım da bir şey eləyə bilərsə... Hacı Hanımın halı məndən də pistir. Gəlinim hamımızdan da pistir. Bəs deyirsiniz, neyniyək? Eğer işin kanunudirsa, benim tapşırmağım olmadan da işin düzelecek. Amma Həcci, mən sizin köməyinizə arxalanırdım. Əksər geceler de otağında Kur'an okuyurdu. Otağımın kapısını açık koyurdum ki sesiyle yuxuma varsın. Ne ayağım bura gelir, ne evde kalabilirim. Nə ürəyinə ağırlıq eləyir Əli? Hamid, uşağı, Şərifə, Məhtab, hamısının qəmi ürəyimdə yığılıb. Ancaq heç birinin yükü çiynimdəki əmanət yükü kimi deyil. Leyla cemaatın əmanətidir. Hacı Hamid yoxdur, Allahı kibar. Bir yerdən sonra gərək özünə tapşırasan. Özünə hamıya fəda eləyə bilməzsən ki. Şərifənin qəmi davamlı gözü Hamidin uşağındadır. Ürəyi onun üçün əsir. Elə bil təzədən öz oğlunu gözünün qabağında böyüdür. Bəzi şeylər həyatında hərdən elə çətin və mürəkkəb olur ki, adam bilmir ağlasın
Ya gülsün. Nə axtarırsan Əli? Sözünün kökü nədir? Axı Allahdan nə istəyirsən? Eğer desem Hamid'imi istəyirəm, çox istəmişəm. Küfr demişəm. Naşükürlük eləmişəm. Ha? Heç vaxt bu günlərdəki kimi təhlik, kimsəsizlik hissi eləməmişdim. Yeri çox boşdur. Çox. Düzdür ki, övladım olmayıb. Ancaq nə dediyini başa düşürəm. Sənlə Hamidi öz övladım bilirdim. Çox vaxt bu uşaq gəlib mənim təhliqimi, xəlvətimi doldururdu. Ancaq nə eləmək olar qismətlə? Alo, Salam Hacı ağa. salam. Vaxtsız zəng eləməmişəm ki Hacı ağa. Yox, heç. Düzü yadıma düşdü ki bazar ertəsi Leylanın ad günüdür. Leyla'nın o günü ciddi. Lap yadımdan çıkmıştı. Yoksa hiç bilmirdim. Zəng elədim ki əgər məsləhət bilsəz gəlib aparaq bayıra. Ha, nə yaxşı. Mütləq, çox da yaxşıdır. Yəni eybi yoxdur. Yox, neyi var ki? Ancaq Leyla'nın bayrağa çıxmaq istəyəcəyinə şübhəm var. Yaxşı, bəs Deyirəm, necədir siz gələsiniz? axı fikirləşmirəm ki bizim evinə gəlməyimizi istəsin. Niyə? Ona görə ki qabaq yaxşı biz gəlib narahat eləyərik. Narahat eləmək nədir? Yox, siz çox da zəhmət çəkəcəksiniz. Ancaq Hacı ağa ona deməyin ki biz gəlmək istəyirik. Demək? Yox, ona demərəm. Ona demərəm. Təşəkkür eləyirəm. Çox sağ olun. Bir şey deyil, bəs sizi gözləyirəm də. Allah amanında. Allah amanında, Allah amanında. Canım, sənə qurban olurum mən ilahi. Canım. Can. Bəli. Buyurun. Canım, əzizim. Gör necə gülür. Hə, gülməlisən də. Leyla heç fikirləşmirdim uşağın bu qədər şirin olsun. Canım, gör nə qədər məzəlidir. Hə, çox şirindir. Ancaq heç Leylaya oxşamayıb. Kəs səsini, lap Leylanın özüdür. Səni incitmir ki, yox? Çox da yox. Vuş, lop yemək istəyirəm. Leyla, bilirsən hansı şəkilə oxşayır? O şəkil var ki, atan əlindən tutub. Onun eynidir. Canım. Uy. Yaxşısan? Nə? Əhval-ruhiyyən yaxşıdır. Hə. Canım. Sənə yaraşır. Nə? Ana olmaq. Axır ki öz işini gördün, adını qoydun Hamid. Hacəli qoyub. Qəşəng addır.
Səni çox istəyir. Qaynatan. Mən gedim çay gətirim. Boş ver, otur istəməz. Boş ver, oturub söhbət eləyirik də. Sonra da bizə qaynamamış bir çay vermək istəyirsən də. Boş ver, istəməz, elə burada otur. Hə, universitetin bufetindəki o kişi kimi həmişə ona qaynamamış çay verirdi. Niyə özünü demirsən? Voy Leyla, yadında universitetin birinci günü bir sual vermək istirdi, birdən dedi. Xanım müəllimə icazə. Sinif patladı. Müəllim icazə. Niyə elə beləydin də? Ay, yadındadır bir dəfə müəllim Qasım ona demək istirdi. Səhv eləmisən, ağzından qaçdı dedi. Qələt eləmisən. Xanım Tahiri, siz qələt eləmisiniz, yadındadır. Yadındadır, şey hərfin qulağı incidirdi. Sən heç şi hərfindən danışma ki, sənin s deməyin qulağı çox incidir. Hiç çalır. Mənim s hərfim doğrudan... Buyurun atacan. Əllərin var olsun qızım. Xahiş eləyirəm. Xanım Cəfəri nədir? Kamrana dedi, gəl qabağa. Hə, Kamran da özünə güvənlə dedi, mən hazır deyiləm. Şəhram dedi, təhsilini davam elətdirir. Vay, sinif patladı, yadındadır. Nə günlər idi. Günlər heç vaxt qayıtmayacaq. Nə o günlər, nə... Hamid. Mən bir dəqiqə qapıya çıxım. Qapıya? Hə, mənimlə işləri var. İndi qayıdaram. Leyla can, elə bilirəm bu xarablayıb ha. Gör nə qədər səni istəyir. Baxan kimi xarabladı. Heç olmasa bu məni istəyir. Səni ki anan da istəmir. Xanım, müəllimə icazə. Salam. Salam. Mən Nikayam, Leylanın dostu. Bəli, sizi tanıyıram. Çox xoş gəlmisiniz. Çox sağ olun. Ee, Sifariş taksinin mənimlə işi var. İcazənizlə. xahiş eləyirəm. Paltarları necə də qəşəngdir. Qırmızı ona yaraşır. Nə də tez yuxusu apardı. Yorğundur uşağım. Ad günün mübarək. Ad günün mübarək. Ad günün mübarək. Vay, neyləmisiniz sizlər? İnşallah 110 il yaşayasan. Bir yaş böyüdün ha, ancaq adam olmadı. Nə vaxtaca mələk qalmaq istəyirsən? Düyünü anaya arıdırsan. Sağ ol. Məhtəb, Salam. Salam ata. salam. Burada nə xəbərdir? Leylanın dostlarıdır. Ad günü keçirdirlər. Leylanın dostları olsun. Səsküy eləmək lazım deyil. Səsküyləri küçənin başınacan gəlir. Nə deyim? Necə yəni? Nə deyim oldu söz? Hər necə olsa biz yastayıq ha. Toy tutub öz üçün. Hələ öz ata-anası heç. Bəyəm sənin qardaşın təzə ölməyib. Sən hələ qardaşının qarasını əynindən çıxartmamısan. Amma o yuxarıda daramdurum yola salıbdır. Ad günü düzəldib mənim üçün. Bu evin böyüyü yoxdur bəyəm. Sahibi yoxdur bəyəm. Niyə? Var. Böyüyü var ki sənə növbə çatmasın. Hacı bağışlayın ki mən müdaxilə edirəm hə. Ancaq biz hər necə olsa yastayıq. Bu düz deyil ki. Evin düzün əyrisini sən təyin eləmirsən. Hacı Əli, Mən başa düşmürəm hacı. Yəni biz ömrümüzün axırınacan ixtiyarımızı gərə verək qarış boyda uşaq. Sənə aid olmayan işə sən qarışma. Əlican.
Yox Hacı xanım, rahat olun. Qoyun desin. Hacı bu neçə vaxtda bu sözlərdən az deməyib mənə. Amma bunu bilin, mən sizin hörmətinizə neçə aydır bu uşaq üçün təzə paltar almamışam. Ağzına bir dənə şirini qoymamışam. İndi siz mənə deyirsiniz, nəyin mənə dəxli var, nəyin mənə dəxli yoxdur. Olmaz, çünki bilmirsən, başa düşmürsən nəyə gərək deyəsən, nəyə gərək deməyəsən. Sağ olun, əlləriniz ağrımasın. Qanmaz da olduq da. Möhsün. Gör Məhtəb xanım. 7-8 aydır ev eşiyini uşağına atıb gəlmisən bura xanımla uşağının külfəti olmusan. İndi də qardaşının kəfəni qurumamış burada vurum oynamaq düzəldib. Mən ki nə bir şey başa düşürəm, nə bir şeyin mənə dəxli var. İcazənizlə. Möhsün, bir dəqiqə dayan. Gel gedək qızım, gel. Məhtəb. Məhtəb can. Məhtəb. Ay Məhtəb. Mübarək, ad günün mübarək. Yalla tez ol. İstəməz daha. Olmaz ki üfləməyəsən. Tez ol üflə də. Üfləməsən üfləyirəm ha. 1, 2, 3. Aha! Mübarək, mübarək, doğum günün mübarək. Mübarək, mübarək, doğum günün mübarək. Belə, gəlininə görə qızını incitməlisən. Leyla qızın kimindir, qəbul. Leyla cəmaatın əmanətidir, qəbul. Ancaq Məhtəb sənin qızındır. 7 aydır ev eşiyini qoyub bir tərəfə gəlib Leyla ilə uşağına baxır. İndi bir neçə dəqiqəlik çığırbağır üçün Məhtəbi özündən uzaqlaşdırırsan? Leylanın halı Məhtəbdən fərqlidir, 100 dəfə fərqlidir Şərifə. Leylanın halı yaxşı deyil, depressiyası var, əldən gedir. Bu da 1000 dəfə. Bəyəm onlar öz istəkləri ilə gəliblər bura. Onlar nə gəlmək istəyirdilər, nə də ürəkləri Leyladaydı. Mənim xahiş minnətimlə durub gəliblər bura. Əgər belə gəlmək istəyirlərsə, istəyirəm 100 ildə gəlməsinlər. Hacı ağa. Məncə yaxşı olardı ki, bizim sorağımıza gəlib bizimlə danışmamışdan qabaq evinizin adamları ilə danışaydınız. Gedək Atifə. Nika. Nədir səni təhqir elədilər, bəs olmadı? Mən sənin yerinə olsaydım bir dəqiqə də bu evdə qalmazdım. Gedək. Hamısı sənin günahındır Atifə xanım. Hey deyirsən uşağına görə, uşağına görə. Yazıqdır Nika, halını görmədin Əl çək sənə, bəyəm. get görüm. Mən öz istəyirəm, bağışlayın əgər bir şey gördünüz ki, sizi narahat elədi, eşitdiniz. Mən sizi narahat elədim. Biz yastayıq da, halımız adlı deyil, bağışlayın. Başa düşürəm Həc ağa. Mən belə adam deyiləm ki, qonaq evimə gəlib evimdən narahat getsin. Bir hadisə baş verməyib ki. İnşallah başqa bir dəfə. İcazənizlə. Leyla. Leyla bala. Kızım.
Salam. Salam, sabahın xeyir. Tez oyandıra bilmədim. Sübh namazından sonra da elə yatmışdın ki, ürəyim gəlmədi. Bu qonşumuz var, Huma xanım. Mərasim üçün dəvət eləyib. İstəyirəm bir yerdə gedək. Mən gəlmirəm. Sən gəlməsən ki, mən tənha getməyəcəyəm. Dur gəl qəhvaltını ye, bir yerdə gedək. Ürəyim istəmir gəlim. Leyla, salavat xətmidir ha. Gedərik tezdə gələrik. Sən qəhvaltını yeyənə qədər, mən bir dəqiqə uşağı çimdirim gəlim. Özüm çimdirərəm. Ax, vaxtımızı alar. Sən gəl yeməyini ye, mən gedim çimdirim gəlim də. Şeylərini hazırlamışam. Özüm çimdirərəm. Leyla can. Mən hazıram. Həyətə gedib səni gözləyirəm. Hazreti Muhammed'e ve ailesine salavat. Huma xanım. Əllərinə sağlıq. Canım, Bir dəqiqə gəlin. bəli buyurun. Bu qız buradadır ki, onun əri ölüb, niyə gəlib? Düzü mənim xəbərim yoxdur. Bunlar özləri gəliblər. Yaxşılığı yoxdur, de Necə getsinlər. deyim axı? Getsinlər. Şərifə xanım, bir dəqiqə gəlin. Mən indi gəlirəm. Qoyma təsbehi çeynəsin. Canım əzizim, yorulmayasan. Sağ olun, var olun. Bəli, Allah saxlasın nəvənizi. Maşallah çox qəşəngdir, yaşayasınız. istəməlidir. Sağ olun. Eşidirəm. Düzü, necə deyim, ev sahibinin qızı hamilədir. Elə o burada olanı deyirəm. Yaxşı. Nə deyim, deyir ər ölmüş qadının burada olması doğru deyil. Hamilədir deyə qorxur yazıq. Necə yəni? Bu nə sözdür ki deyirsən? Nə bilim xanım, deyir də, deyirlər uşaqla anası üçün yaxşı deyil. Utanmırsınız? Bura dua məclisidir. Bir yerə yığılmışıq dua oxumaq üçün, yaxud bir-birinizin qulağına boş-boş şeylər pıçıldayasınız. Mən sizin özünüzü dəvət eləmişdim Şərifə xanım. Əgər bilsəydim ki, gəlinizlə gələcəksiniz, mütləq deyərdim ki, gəlməyin. Doğum ayağında olan qadın var. Doğrudan da qəbahətdir. Mən əgər bilsəydim belədir, əsla ayağımı bura qoymazdım. Leyla can, dur gedək. Leyla. Leyla can. Niye ağlayırsan? Ürəyiniz rahat oldu? Bunu istəyirdiniz? Camaat çox nahaq sözlər danışırlar. Mənlə sən ki onlar kimi deyilik. Gərək qulaq asmayaq, əhəmiyyət vermə. Mən nə qədər dedim gəlmirəm. Nə qədər dedim yaxamdan əl çəkin tək qalmaq istəyirəm. Yaxşı da qışqırma. Hələ ki bir şey olmayıb. Canım balam, Daha nə canım. olmağını istəyirdiniz? Bir qəpiklik elədilər məni. Leyla can, bir qəpiklik nə deməkdir? Mən ki ocumun içini eləməmişdim ki görüm bu nə deyir, o nə deyir. Niyə vurmadınız ağzından?
Niyə cavablarını vermədin? Mən cavablarını verdim. Daha mən nə eləməliydim? Gərək cəmaatın evində dava salaydın. Canım. Yəqin özünüz də belə fikirləşirsiniz ki, mən oğlunuzun, atamın, anamın ölümünə Bəsdir səbəb daha. olmuşam. Daha həddini aşırırsan. Mama, niyə qapı açıqdı? Nə olub Leyla? Yaxşı olar ki, anamdan soruşasan. Ağırıncı dəfə olsun ki, mənə deyirsiniz hara gedim, hara getməyim, neyləyim, neyləməyim. Utan, bu necə danışmaq tərzidir? Dediyim işi gör. Ehtiyatla. Özün və etibar elədiyin bir neçə nəfərlə. Narahat olmayın. Ancaq cəsarət edirəm. Şikayət hacıdan olsun ya qızdan. Zahirən Mənsurdan. Çünki çeklər onun adınadır. Ancaq axırında Hacı Əlidir. Təəhhüd verib və zamindir. Baş üstə. Həftənin axırınacan cibinizdədir cənab. Gecdir. Elə bu 1-2 gündə. Yaxşı cənab. Siz elə indidən işi qurtarmış bilin. Əcəb. Axırıncı dəfə bunları görəndə səndən, oğlundan, Leyladan şikayətçi idilər. Əcəb. Deyirlər dostlarını yaxın saxla, düşmənlərini daha yaxın. Leyla dostundur ya düşmənin? Həmisiyəm. Bu qanından olandır ki, qanı onun üçün qaynayır. Hər necə olsa əsil ailəsi mənəm. Əgər biz bir-birimizin ətini də yesək, sümüyümüzü atmarıq. Dörd divar arasında olan adamlar ailədirlər. Kərpic, siment, qapı pəncərə yox. Hər halda istəmirəm Leylanın yan yörəsində fırlanasan ki, səni görüb halı daha da pislərsin. Əgər Leylanın halını daha pis elədiyini bilmək istəyirsən, öz evində axtar, burada yox. Nə deyirdi cənab? Bir hadisə baş verib? Yox. İstəyirsiniz elə bugün başının üstünə ala? Yox, istəyirəm əl saxlayasınız. Niyə ki? İstəyirəm elə yıxılsın ki, dizinə də dayanıb qalxa bilməsin.
Bir gün Hamid mənə dedi: "Ana, qorxuram." Dedim, "Nədən Hamidim?" Dedi, "Leylaya görə. Uşağa görə." Mən də zarafatla ona dedim, "Gərək də qorxasan." Oğlumun rəngi qaçdı. Qucaqlayıb dedim, "Hamidim, qorxma, nigaran olma. Mən varam. Mən müğayət olaram." Hamımız bir şey eləmək istəyirik, amma nə iş bilmirik. Hələ bəlkə bilmədən oğlumun hörmətini saxlamamışam. Ancaq mən balamın ürəyini qırmışam. Hamidimin ürəyini qırmışam. Mənim günahımdır. Fikrim o qədər Leylədə uşağındadır ki, sizdən xəbərim yoxdur. Necə eləyə bilirsən, Əli? Necə? Bilmirəm. Bilmirəm. Onunla danışaram. Ürəyindən çıxardaram. Uşaq niyə ağlayır? Şərifə, Bəli. qoyma öz halında olsun. Bacarmır. Uşağa baxmır. Bacarmır. Canım, Leyla. 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 Canımın canı. Leyla. Göz bebeğim. Canım, canım. Canım. Azizim canım. Leyla. Canım. Leyla. Nə olub Şərifə? Leyla yoxdur. Yoxdur. Gedib. Hara gedib? Alican, hara gedirsən? Dalınca gedirəm. Dayan, mən tez hazırlanıb gəlim. Sən qal, bəlkə qayıtdı. Salam ana. Sənin üçün çox darıxmışam. Çox. Salam mama. Salam əzizim. Nə olub? Heç nə. Küsüb evdən qoyub gedib. Niyə? Mənlə atan səninlə Möhsün üçün biraz mübahisə eləmişik. Eşitdi. Küsüb qoyub gedib. Sən də atanın sözlərini ürəyinə salma. Tanıyırsan da pis niyyəti yoxdur. Əgər tanımasaydım ki, qayıtmazdım. Birdən Hamid üçün darıxdım. Amma gedəndə atam üçün daha çox ürəyim yandı. Bu şeylərin heç biri onun üçün asan deyil. Elə bir şey eləyir ki, öz ürəyin qan eləyir. Elə bir heç çarəsi yoxdur. Məhtəb, ağlama. Məhtəbcan. Möhsün ürəyinə salmadı ki. Niyə? Çox. Hər nə elədimsə qayıtmadı. Haqlıdır. Özüm onunla danışarım.
Hamid, bax bunlara. Əlini yemə, bax buna. Bura gələcəyini bilirdim. Niyə onlara xahişə getmirsən? Allah məni bağışlamasın, əgər sənin pisliyini istəyirəmsə. Qəbul, gərək dallarınca getməmişdən qabaq sənə xəbər verəydi. Ancaq Allah şahiddir, mən sənin sevinməyini istəyirdi. İstəyirdim halın yaxşı olsun. Çünki depressiyadayam. Çünki dəli oluram. Dəli nədir qızım? Demək istədiyim budur ki... Əgər deməsəydiniz də mən bilirdim ki, siz demisiniz gəlsinlər yanıma. Bugün yalandan rəftar elədim. Elə bütün o gülüşlər, qışqırıqlar ürəyimə od salırdı. Ancaq sizə görə danışmadım. Ki təki tez qurtarsın getsin. Niyə ağlayırsan qızım? Belə gözyaşı tökmə. Heç olmasa burada gözyaşı tökmə. İstəyirsən Hamid mənim səni incitdiyimi başa düşsün. Uşağımın yanında məni xəcalətli eləmək istəyirsən? Hə qızım? Bəs ağlama. Dur gedək qızım, dur. Şərifədir. Şərifə ana. Səndən nigarandır. Dur gedək qızım, dur gedək. Mən daha o evə qayıtmayacağam. Ora sənin evindir. Uşağın təkdir. Orada heç kəs mənim fikrimdə deyil. Heç kəs məni istəmir. Olar bəyəm kimsə uşağını istəməsi. Şərifənin pis niyyəti yoxdur. Biz heç səni incitmək istəmirdik. Bəzən onun da ürəyi darıxır Hamid üçün. Sənin kimi lap... Dur qızım, dur gedək evə. Nika düz deyirdi. Mən bir dəqiqə də o evdə qalmamalıyam. Dur qızım, dur gedək. Ora mənim evim deyil. Yaxşıdır. Dur gedək ora ki, evin olduğunu fikirləşirsən. Ürəyində olan yerə. Dur da. Evinə getmək istəmirdim bəyəm. Bir yerdə gedək. Dur. Bura evindir. Atasının evinə. Bir tərəfi qorxu və abırdır, bir tərəfi Leylanın həyatı. Yəni hara gedir? Ana uşağının yanında Bir olmalıdır. saat həyətdə o yan bu yana gedirdi. Hamid, nə vaxt gəlmirsən? Bir saat olar. ای که عمری در هوایت نشستم زیر بارانها کجایی اگر مجنون
اگر لیلا قریبم در بیابان ها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردم خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر باران ها